Salam dəyərli mühasiblər. Bugün sizlərə qiymətdən düşməz zərərin bərpası ilə bağlı olan qısa bir videonu izah edəcəm sizlər üçün. Deməli, qiymətdən düşməz zərərin bərpası dedikdə, qiymətdən düşməz zərərin bərpasında iki halla qarşılaşırıq burada. Birinci, standartın bizə verdiyi şərt budur ki, qiymətdən düşmə qədər bərpa etmək. İkinci şərtimiz isə tarixi dəyəri keçməməli. Bu iki şərtə diqqət etməyimiz lazımdır. Misal üzərindən qeyd edə bilərəm ki, deyək ki, aktivimiz var, ilkin dəyəri var bu aktivin 100 mindir, faydalı istifadə müddəti 10 il olaraq müəyyən olunubdur. Birincidir, biz normalda hər il aktivimizə 10 min olaraq amortisasiya hesablayırıq burada. Birinci ildə aktivin balans dəyərimiz nə qədər eləyəcək bizdə? 90 min. İkinci ilə baxsaq burada balans dəyərimiz 80 min eləyir və üçüncü ilə baxsaq balans dəyərimiz eləcək bizdə 70 min. Bizim birinci ildə balans dəyərimiz 90 min olduğu halda, deyək ki, aktivdə qiymətdən düşmə halı olubdur. Bu qiymətdən düşmə halı olaraq bizdə bərpa dəyəri, deyək ki, bunun bərpa dəyəri olubdur 36 min. Yəni, bərpa edilə bilən dəyərimiz 36 min olaraq bizə veribdir. Yəni, satış xərci çıxılmaqla ədalətli dəyərinə istifadə dəyəri müqayisəsi aparılıbdır. Hazır rəqəmi bizim üçün veribdir 36 mindir. Və qiymətdən düşməmiz nə qədərdir bizim? Qiymətdən düşməmizə baxsaq burada, qiymətdən düşmə zərərimiz 90 min ilə 36 min arasında fərqimiz 54 min qədər qiymətdən düşməmiz olub. Bizim növbəti ildə balans dəyərimiz qiymətdən düşmə olmadığı bir halda 80 minə düşür. Amma biz qiymətdən düşmə olduqdan sonra bizim artıq dəyərimiz 36 min olduğuna görə 36 mini biz amortisasiya eləsək, ilə düşəcək burada 36 min amortisasiyası 9 ilə bölsək artıq burada 36 mini bölürəm mən 9 ilə bərabərdir 4 min. Qiymətdən düşdükdən sonra bunun balans dəyəri nə qədər eləyəcək bizdə? Yəni 36 mindən çıxıram 4 mini, 32 min balans dəyərimiz var. Deyək ki, 32 min balans dəyəri olduğu halda isə burada artıq qiymətdə artım müşahidə olunubdur. Yəni qiymətdə artım müşahidə olunduğu halda həmin bu artım deyək ki, olubdur burada 110 min. 110 min artım olubdur. Və 110 min artım olduğu halda biz indi burada baxırıq. Standartın bizə verdiyi bir şərt var. Qiymətdən düşmə qədər bərpa elə. Yəni, qiymətdən düşməmiz nə qədər olubdur bizdə? 54 min olubdur. 54 min qədər bərpa eləməliyik. Amma digər ikinci bir şərt verir ki, bizim üçün tarixi dəyəri keçməsin. Yəni, biz baxırıq burada 32 minin üstünə 54 min gəlsək, burada dəyərimiz nə qədər eləyəcək? 86 min. 86 min elədiyi halda biz artıq burada 80 mini keçirik, yəni tarixi dəyəri keçirik artıq. Tarixi dəyər keçdiyimizə görə də deməli 54 min qədər biz bərpa edə bilməyəcəyik. Deməli nə qədər eləməliyik burada? 32 min üstünə nə qədər gəlməliyik biz burada? 48 min qədər. Yəni 48 min bərpa etməliyik ki, gəlsin tarixi dəyəri keçməsin, 80 min olur. Amma ümumi olaraq yanaşsaq, müəssisə ümumən nə qədər qiymətdən düşməni bərpa eləyibdir? Elə 54 min qədər də bərpa eləyibdir. Bunun açıqlamasını harada görə bilərik? Misal üçün, bizdə qiymətdən düşmə olmadığı bir halda biz hər il aktivə nə qədər amortisasiya eləyirdik? Hər il 10 min amortisasiya eləyirdik də. Amma aktiv qiymətdən düşdükdən sonra 4 min amortisasiya eləyirik. Yəni 6 min az amortisasiya eləyirik. Yəni 6 min az amortisasiya eləməyimiz elə bizim 6 min revers eləməyimiz deməkdir. Yəni bərpa eləməyimizdir. Bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Və ictimai sektorla bağlı hər hansısa bir suallarınız varsa, şərh bölməsində mütləq şəkildə qeyd edin ki, bunlarla bağlı video hazırlayıb sizə təqdim edək.